bir mərtəbə, 5 otaqdan ibarətdir. Önce böyle bir həyəti var və yəni oturmaq üçün belə bir söhbətçi bir çox gözəl vəziyyətdir. Baxaq belə bir həyəti var. Və buradan keçək evin ilk bölümdə alt mərtəbənin söhbəti təqdim edir. Alt mərtəbədə, yəni birinci mərtəbədə 2 otaq, bir parçal qovşaq və bir mətbəx stüdiyo var. Birinci burada bir otaq, baxaq. Burada mətbəx stüdiyadır, böyük bir mətbəx stüdiyadır və burada bir dənə otağı var, yatak otağı var burada. Yəni, bu mətbəx üstündən girişdir. Yəni, ev tam hazır olmayıb, yəni içəridə görülən əşyalar, artıq beşlər götürüləcək, yəni yer tam hazır vəziyyətdə olur deyiləcək, yəni iş gedilməli üçün. Yəni, onu görüb narahatlıq olmaq deyilmir. Demək, burada da bir dənə sanitar qovşaq var. Və burada bu olduğu birinci mərtəbəmiz. Yəni dediyim kimi, görünüş sizi yanıltmasın. Yəni bu şeylərin hamısı tam sərgiyə salınıb, hər şey hazır vəziyyətdə veriləcək təhlil. Demək, burada qalxılır ikinci mərtəbə. İkinci mərtəbədə 3 dənə otaqdır. Demək, bir sanitar qovşaqdır, 2 sanitar qovşaqdır göstərən və bir mətbəx stüdiyadır. Keçək burada birinci, öncə koridora girən kimi sağda bizim qarşılayan mətbəx stüdiyadır, belə bir mətbəxi var. Yəni hazır vəziyyətdə mebellə təmin olunub və buradan çölə çıxan bir mənzərəsi var. Gözəl bir pəncərə açılıb çölə, yəni çölü görmək üçün. Bu oldu ikinci mərtəbənin mətbəx stüdiyası. Və keçək buradan sizə təqdim edib. Burada bir yataq otağı. Dediyim kimi 3 otaqdan ibarətdir, yataq otağı 2-ci mərtəbədə. Və koridordan keçəndə bizi öncə üzümüzü qarşılayan sanitar qovşaqdır. Bizdən zəhmətimizi çəkək. O cümlədən sağda bir yataq otağıdır. Yataq otağıdır tamamilə. Və burada bir dənə yataq otağı var. Yataq otağı içərisində də bir sanzor qurlaşdırılıb, yəni bu indiki zövqə uyğun ikinci mərtəbədə və yataq otağından sanzori var. Dediyim kimi, ev belə bir vəziyyətdədir, amma tam təmizlik veriləcək. Həm də ki, burada 5 otaq, 3 sanitar qovşaq, 2 mətbəx stüdiya var. Sənəd paket qıpçadır, qiyməti cəmi 145 min. Gəlsən yerində də razılaşa bilər.